Yəni tradingə başlamaq üçün 1000-2000 dollara falan ehtiyacın yoxdur. Bilirəm, internetdə qabağa çıxan videolarda görürsən ki, məsələn, kimin 50.000-100.000 dollar balansı var. Bir dənə trade eləyir, 100 dollar, 200 dollar gəlir bir tradedən ona. Bunlar əslində prop firmalardır. Prop firmalar nədir? Belə başlayalım sənə. Tutaq ki, bir dənə şirkətdir. Bu şirkətin çox pulu var. Sən bu şirkətə gedib 50 manat verirsən. Bu 50 manatın qarşılığında sən alırsan 50.000 dollarlıq bir hesab. Bu hesabın balansında 50.000 dollar olur və yaxud da 100.000 dollar olur. Və şirkət sənə deyir ki, bu hesabla nə qədər pul qazansan, həmin pulun 80%-i mənimdir. Yəni qısaca desən, 50.000 dollar balanslıq hesabı istifadə edərək sən 1000 dollar qazanırsansa, bu halda 800 dollar sənin olur, 200 dollar isə həmin şirkətin olur. Yəni belə fikirləşəndə deyirsən ki, niyə də yox? Amma burada bir əmma var və o əmma da odur ki, həmin şirkət sənə deyir ki, sən maksimum 1000 dollar uduza bilərsən. Yəni 50.000 dollarlıq hesabı sadəcə 49.000 dollara kimi apara bilərsən. 48.999 dollar olsa, şirkət sənin əlindən o hesabı alır və sənin də hesab üçün ödədiyin 50 manatın batır. Yəni belə baxanda əgər təcrübəli tradersansa, yaxşı tradersansa, yaxşı bir fürsətdir. Amma təcrübəsizsənsə və təcrübə yığmaq istəyirsən, yoxlamaq istəyirsən özünü, itirəcəyin 50 manat olur. Prop firmalar haqqında daha çox danışa bilərəm. Çoxlu prop firmalar var. Bizim Azərbaycanlı traderların olduğu qrupumuz var Telegramda. Hesabımdakı linkdən keçid eləyin həmin qrupa. Burada birlikdə söhbət edək və birlikdə analiz edərək trade edək.